Hamıya salam, axşamınız xeyir. Deməli, yenə gündəmimiz Hüseynzadə Aynur Zakir qızıdır. Hansı ki, Bakının rayonların müxtəlif ərazilərindən qapıya qədər taksi göndərərək heyvanları yığır, aparır, zülüm verir. 2023-cü ildə bilirsiniz, mən getdim oradan 33 pişik, bir it xilas edim, gətirdim. Çox ağır vəziyyət, acınacaqlı vəziyyətdə orada nə qədər yandırılmış və öldürülmüş heyvanlar var idi ki, bütün video görüntülərimiz əlimizdə var. Sadəcə onu çağırdılar, ərizə yazdı və çıxdı get buraxdılar. Heç bir tədbir görmədilər. Üstündən 2 il keçdikdən sonra 2-3 ay əvvəl yenə də eşitdim ki, mən düşünürdüm ki, yəqin əməllərinə davam eləmir, amma yenə də xəbər tutduq ki, bu yenə heyvan yığır, zülüm verir. Bu səfər də getdik evindən çox acınacaqlı formada 79 pişik, bir it bu səfər götürdüyü pişiklərin hamısının sübut olaraq məndə video görüntüləri mövcuddur. Klinikada olan görüntülərinə qədər, ilk gün gələn günlərinə qədər necə acından ölümcül vəziyyətə gəlib çatıblar, necə acından zülüm verilib onlara, nəcəsin iş əməyin üstündə heyvanlar qaranlıq, padval kimi bir yerdə saxlanılırlar. Onun yemək almağa imkanı yoxdur, yəni baxa bilmir. Sadəcə götürür heyvanları, ilk dəfə sağlam formada bunların videolarını çəkir, saxlayır ki, soruşan olsa, pişik göndərən soruşan olsa, ona onun canlı, belə deyim də, sağlam formasının şəklini atır. Amma heyvanlar orada acından artıq, bilirsiniz necə, bir düşünün ki, acsız, 5 günlərlə, 6 günlərlə yemək yemirsiniz və acından artıq ölümə doğru getmək üzrəsiz. Diliniz yox, ağzınız yox, kömək istəyə bilmirsiniz, yemək yemirəm deyə bilmirsiniz, mən artıq ölürəm acından deyə bilmirsiniz. Bu formada baxır heyvanlara, hətta gəlib onu orada mən paylaşdığım videoları bu qədər paylaşdım, bu qədər yaymağa çalışdım ki, insanlar agah olsun, amma yenə də 79 pişik gətirmişəm, hələ də o klinikanın 10 kimi borcunu deməmişəm. Üstünə təzədən ona heyvan göndərənlər var, bu qədər səs-küyə səbəb olmamıza baxmayaraq, hələ də bilməyənlər var. Hətta aralarından deyirəm ki, bəs vermirsən xanım, bu heyvan bu vəziyyətə gələcək, nümunələr atıram buna. Səhifəmdə də görüb yazıb mənə. Get pişiyi götür, belə eləyək. Mən Masallıdan ora Siyəzənə gedənəm. Yəni, mənə bu formada insan cavab edir. Mən Masallıdan Siyəzənə gedənəm. Yəni, heyvanı göndərib başından edib və heyvanın orada günlərlə ac qalıb ölməsi buna maraqlı deyil. Yəni, bu formada, bu tipdə insanlar yollayırlar ora heyvanları ki, başlarına eləsinlər. Baxmayacaqsınsa, qoy qapı məhləbə, qoy küçəyə, qoy hansı bir restoranın yanına. Ən azından bil ki, orada heyvan sağ-salamatdır və yaxud da yemək tapacaq. Aynur'a göndərməyin, Aynur bir düşünmürsən, sən qapıda taksi göndərmə, sən o heyvanı hara göndərdiyini bilmirsən. Bu Aynur gün ərzində Bakıdan, müxtəlif rayonların müxtəlif yerlərindən bir günə 30-40 heyvan aparır. Taksi aparır, taksini çağırıb soruşan yoxdur ki, ay taksi sən. Taksi Siyəzəndə hamı bu qızı artıq tanıyır, hamı Siyəzənə də səs, hamı bilir ki, bu qız nə işlə məşğul olub. Taksilər yenə də öz bildiklərindədirlər. Puldan ötürü Aynur hara deyir, ora göndərir. Bilmirik Aynur arxasında kim var ki, bu qədər, bu belə xod gedir, heç kimdən qorxmur, polisdən də qorxmur. Deməli nədir? Biz bu Aynur haqqında toplu formada bir ərizə yazmalıyıq. Təkcə biz heyvansevərlər yox, həmçinin də bu Aynurdan zərər çəkmiş insanlar,